Demək, baxaq əvəzliyin digər bölməsi olan o və bu əvəzliyindən sonra vergülün qoyulması. Elə testlərin üzərində nəzərinizə çatdıracağım sizin. Odan və budan sonra nə zaman vergül qoyular, nə zaman vergül qoyulmaz. İlk testdə nə deyir? Cümlələrdən hansında o əvəzliyindən sonra vergül qoyula bilər? O günü illərin əlindən aldıq. Hansı günü? O günü. Burada sifəti əvəz eləyib cümlədə təyin vəzifəsində olanda vergül qoyulmaz. O da Kərəm deyəni deyirdi. Buradakı da bağlayıcıdır. Ümumiyyətlə, bağlayıcı və ədatdan öncə o və bu gəlirsə, onda vergül qoyulmur, səhvdir. Sonra getdik C variantı. O unutdu, elə bil. Dərdini də büsbütün. Odan və budan sonra feil gəlirsə, unutmaq feildir. Vergül qoyulmaz. O meşədə tufan yıxmış qoca bir palıd ağacının üstündə oturub oxuyurdu. O meşədə tufan, deməli, kim meşədə tufan yıxmış qoca bir palıd ağacının üstündə oturub oxuyurdu? O. Deməli, burada şəxsdir, insan anlayışı bildirir. Oldu, burada vergülümü qoyacağım. Ümumiyyətlə, ismi əvəz edəndə cümlədə mübtəda vəzifəsindədirsə və özündən sonra isim gəlirsə, onda vergül qoyulmalıdır. Oldu, bir də D variantı. 2-də nədir? Hansı cümlədə bu əvəzlikdən sonra vergül qoyula bilər? Qoyula bilər. Bu artıq ant yerimizə çevrilmiş şəhidlər xiyabanıdır. Burada ədat var deyən vergül qoyulmaz. Bu böyük istiqlal peyğəmbərinin son vida sözləri idi. Nə böyük istiqlal peyğəmbərinin son vida sözləri idi bu. Burada vergülünü qoyacağım özündən sonra. Mübtədadır, ismi əvəz edib, cümlədə mübtədadır və özündən sonra sifət gəlib, onda vergül qoyulur. Oldu nə? 2-də 1. 3-də nə deyir? Deyir, o əvəzliyindən sonra qoyulmuş vergül işarəsi hansı cümlədə doğrudur? O hadisədən sonra çox sarsılmışam. Hansı hadisədən sonra sifət əvəz edib cümlədə təyindir, qoyulmaz. O ağacları məktəblilər əkmişdi. Hansı ağacları? Sifət əvəz edib, təyin vəzifəsindədir. O məktəb yarışda qalib gəldi. Hansı məktəb? Sifət əvəz edib. O şagird hamının sevimlisidir. Hansı şagird? O yenə sifət əvəz edib cümlədə təyindir. O ağaclara qulluq etməyi çox sevirdi. Kim? Oldu nə? E variantı. Hansı nümunələrdə mübtəda vəzifəsində işlənən o, bu əvəzliklərindən sonra vergül səhv qoyulmuşdur. Vergül səhv qoyulmuşdur. Baxaq görək. Deyir, o həmişə səliqəli geyinir. Kim? O. İsimdir. Mübtəda ismi əvəz edib cümlədə mübtədadır. Və özündən sonra zərf gəlib vergül qoyular. Bu yadda qalan hadisədir. Yadda qalan hadisədir. Necə bir hadisədir? Yadda qalan. Düzdür. Feili sifətin ən şəkiltisindən öncə o bu gələndə vergül qoyular. Ondan da əlavə nə yadda qalan hadisədir? İsim əvəz edib cümlədə mübtədadır. Bu yazıçının təzə kitabıdır. Nə yazıçının təzə kitabıdır? Bu da doğrudur vergülün qoyulması. Sonra o suvaqçıdır. Kim suvaqçıdır? O, burada da ismə əvəz edib cümlədə mübtədadır. O gülürdü. Feildən öncə o bu gələndə vergül qoyulmaz. Bir də bu ancaq mənə inanır, bu yalnız mənə inanır, ədatdır. Onda vergül qoyulmaz. Oldu 5-6. Bu əvəzliyindən sonra qoyulmuş vergül işarəsi hansı cümlədə düzgündür? Yox, bu borcumdur. Borcumdur mənim. Elə doğru variant olacaq. Nə mənim borcumdur? Borcumdur. Nə bu? A variantı. 6-da hansı cümlədə o əvəzliyindən sonra vergül qoyula bilər? O artıq düzəlir. Ədatdır, vergül qoyulmaz. O da bizim günümüzdədir. Bağlayıcıdır, vergül qoyulmaz. O işləmir, oxuyur. Feil gəlib, vergül qoyulmaz. O işi xoşlamırdı. Kim işi xoşlamırdı? O. Oldu nə? D variantı. O gün gələcək. Burada da bu bütövlükdə mürəkkəb zaman zərfidir. O gün, bu gün. Bax, bunlar mürəkkəb zaman zərfidir. Və mürəkkəb sözləri parçalamaq olmaz, yadınızda qalsın. Hansı gün demək olmaz, o gün elə bütövlükdə zaman zərfi götürülür. Doğru variant D variantıdır. Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyulmalıdır? Qoyulmadı. O, ağıllı, bilikli və vətənini ürəkdən sevən bir gəncdir, bir insandır. Kim? O.
burada vergül qoyulacaq. Oldu nə? A variantı. 8-də nə deyir? Hansı cümlədə bu əvəzliyindən sonra vergül qoyula da bilər? Bax, bu qayda başqa qaydada qoyula da bilər. Yəni, o budan sonra düzgün intonasiyaya baxmaq lazımdır. O budan sonra vergül həm qoyula bilər, həm də qoyulmaya bilər. Bu dünyanın oduna gərək yana sənətkar. Hansı dünyanın? Burada sifəti əvəz edib cümlədə təyindir, onsuz da vergül qoymayacağım. Bu ikili insana niyə inanmalıyam? Hansı ikili insana bu? Burada da qoyulmaz. Bu baxışlar məsələni həll etdi. Hansı baxışlar? Bu da sifət əvəz edib cümlədə təyindir. Dedə nədir? Bu hüquqi dövlətin bizə bəxş etdiyi hüququymuş bilmədik. Hansı hüquqi dövlətin bizə bəxş etdiyi hüququymuş bilmədik? Sifət əvəz edib təyin vəzifəsində də vergül qoyulmaz. Bir də deyirəm ki, nə hüquqi dövlətin bizə bəxş etdiyi hüququymuş bilmədik, onda vergül qoymaq lazımdır. Oldu nə? D variantı. 9-da hansı cümlədə o əvəzliyindən sonra vergül qoyulmalıdır? O şənbə gecəsi o qətil günü mümkünə döndərdik, çox namümkünü. Hansı şənbə günü, hansı qətil günü? Burada sifəti əvəz edib cümlədə təyindir. Vergül qoyulmaz. Sonra artıq o günlər geridə qalmışdı. Hansı günlər? Burada da sifət əvəz edib cümlədə təyindir, qoyulmaz. O heyrət və çaşqınlıqla üzümə baxdı. Kim? O. Burada nə olacaq? Vergülü mütləq olmalı, çünki şəxsdir. Oldu C variantı. Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyulmamalıdır? O xainin dişlərini sındırmadım mı? Hansı xainin dişlərini hansı xainin dişlərini sındırmadım mı? O. Burada vergülün qoyulması səhvdir. A variantı. Sonra hansı cümlədə o əvəzliyindən sonra vergül qoyulmamalıdır? O sirri yenə də gizli saxladı. Kim o? O torpaq istədi səndən bir qarış. Kim? Əlimi, vəlimi qoymaq olur insan. Ondan da əlavə özündən sonra isim gəlir. O qaçır dar döngələrdə. O qaçır dar döngələrdə. Özündən sonra, odan sonra vergül feil gəlib deyən vergül qoyulmaz. Oldu C variantı. 12-də hansı nümunədə o əvəzliyindən sonra vergül qoyulmamalıdır? Vergül qoyulmamalıdır. O qızın acıqlı olduğunu əvvəlcədən sezmişdi. Kim? O. İsim əvəz edib cümlədə mübtədada, özündən sonra da isim gəldiyinə görə vergülümü qoyulacam düzgündə. O həsrətlə baxdı körpəyə. Kim o? Nə tərzdə həsrətlə? O isim əvəz edib cümlədə mübtədada və özündən sonra zərf gəlib. Onda vergül qoyular. O qara damda dünyaya gəlmişdi. Kim qara damda dünyaya gəlmişdi? O hansı qara damda dünyaya gəlmişdi? Hə, burasını səhv oxudum. O qara damda dünyaya gəlmişik. Hansı qara dünyada? O. Saçdım burada oxuyanda üzrü sayın. Oldu C variantı. Hansı cümlədə o əvəzliyindən sonra vergül işlənə də bilər, işlənməyə də bilər. Eyni ilə bax 8-ci testin təkrarıdır. Deməli, o da məlumdur ki, rəqib güclüdür. Heç burada vergül qoymayacağım 13-də. Niyə? Çünki özündən sonra bağlayıcı gəlib. Uşaqlıqdan bəri o ən çox şəkil çəkməyi sevirdi. Ondan sonra qüvvətləndirici ədat gəlib, vergül qoymayacağım. Səyahətə gedəcəyimizi o bizə çoxdan söz vermişdi. Burada da vergül qoymayacağım. Niyə? Özündən sonra əvəzlik gəlib. Çünki odan və budan sonra əvəzlik gələndə vergül qoyulmaz. Nə zaman vergül qoyula bilər? O və odan sonra əgər sadalama funksiyası varsa, yəni həmcislik gəlirsə, o, mən, sən, getdik, onda vergül qoyular. O, onun və bunun vergülü deyil. Həmcisliyin vergülüdür. İntonasiyanın vergülü. İntonasiyadır da o. Sonra bir də nə zaman odan və budan sonra əvəzlik gələndə vergül qoyular, odan sonra cümlə üzvünün əlavəsi gəlsə. O, mənim dostum, onda vergülümü qoyacam. Çünki əlavədən söhbət gedir orada. Sonra gəldik. Sonra universiteti bitirəndən bəri o məktəbdə işləyir.
Məsələn, Tahir məktəbdə işləyir. Kim? Bir də deyirəm ki, hansı məktəbdə işləyir? O məktəbdə. Oldu nə? D variantı. İnsan anlayışı bildirəndə qoyacam vergülü. Yox. Digər, məsələn, sifət olub təyini əvəz edəndə, təyin olanda cümlədə vergül qoymayacam. Doğru variant deyil. Cümlələrdən birində o əvəzindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Birbaşa A-nı siləcəm. Niyə? O kaş səni sevindirərdi. Kaş ədatdır, arzu ədatıdır. O qızı yamanca danladı. Hansı qızı yamanca danladı? Bir deyirəm, sifət əvəz edib cümlədə təyin oldu, vergül qoymayacam. Bir də deyirəm ki, kim? Kim qızı yamanca danladı? O. Oldu B variantı, onda vergül qoyursan. Sonra cümlələrin birində o əvəzindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Baxın, ehtimal ki, o çatar-çatmaz bizə gələcək. Burada çatar-çatmaz feili bağlamadır. Ümumiyyətlə, feildir, vergül qoymayacam. O da bir iş idi. Bağlayıcı da vergül qoymayacam. O həm də imtahana ciddi hazırlaşır. Bağlayıcı da vergül qoymayacam. Cümlə üzvləri o həm də imtahana ciddi hazırlaşır. Bax, elə burada olmuşkən bir dənə qayda yadıma düşdü. Deyim, onu nəzərinizə çatdırım. Bəzən uşaqlar çaşır ki, müəllimə, o ilə ismi əvəz edib cümlədə mübtədadır da, qaydada mənə deyir ki, qaydada da deyir ki, ismi əvəz edirsə vergül qoy. İsmi əvəz eləyə bilər, amma özündən sonra bir baxın görün, ədat gəlir, bağlayıcı gəlir, baxın feil gəlir. Belə şeylərdə diqqətli olun. Elə harda mübtədadır, gedim mən onu vergülünü qoyum, təyin eləyim, elə bir şey yoxdur. Diqqətli olmaq lazımdır. Hər tərəfli testə yanaşmaq lazımdır. Cümlə üzvləri ilə bağlı testi o həll edə bilmədi. Kim həll edə bilmədi? O, burada feil gəlib deyən vergül qoymayacam. O şəhərdə yaşayan dostunu gördü. Hansı şəhərdə yaşayan dostunu vergül qoymayacam. Bir də deyirəm ki, kim şəhərdə yaşayan dostunu gördü? Əlimi, Vəlimi, İlxanmı? Oldu Y variantı. Nümunələrin birində vergül düzgün qoyulmamışdır. Vergül düzgün qoyulmamışdır. Deyir ki, anam cümə günü samovar odlayır, ocaq qalayırdı. Vergül düzgün. Odlayır nə edir? Ocaq qalayırdı nə edirdi? Burada xəbərin vergülüdür. Həmciz xəbərlər var, onların vergülüdür. Bu doğrudur, həmcizlik var. O, şəxsi mənfəəti üçün çox çalışırdı. Kim? O, bu da doğrudur. Yaxşı, biri vəkildir, bəs biri kimdir? Yaxşı, təsdiq və inkar bildirən ədatlardan sonra vergül qoyulur. Burada da ismi xəbərlərdən sonra, ismi xəbərdirsə, vergülü mütləq qoymaq lazımdır. Sonra o yəqin ki, qardaşının yolunu gözləyir. Kim? Bu da doğrudur. Çünki odan və buradan sonra modal söz gəlirsə, vergül qoyulmalıdır. Sonra gəldik digər tərəfdən. O biri ağsaqqalın da saqqalı tərpəndi. O biri ağsaqqalın. Burada bu biri əvəzlikdir, qeyri-müəyyən əvəzlikdir. Burada vergülün qoyulması səhvdir. Oldu 16-da Y variantı. Sonra 17-də nə deyir? 17-də bir dənə baxaq. Hansı cümlədə vergül düzgün qoyulmamışdır? Bu qadın sizin yoldaşınız deyilmi? Kim? Hansı qadın sizin yoldaşınız deyilmi? Burada sifəti əvəz edib cümlədə təyindir, vergülün qoyulması səhvdir. A variantı. Hansı nümunədə o əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər? Hansı nümunədə o əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər? Aha. O bağa gedirdi. Hansı bağa gedirdi? Vergül qoymayacam. Bir də deyirəm ki, kim bağa gedirdi? O. Onda vergül qoyacam. Oldu A variantı. Sonra hansı cümlədə vergül düzgün qoyulmuşdur? O kitab oxuyurdu. Kim kitab oxuyurdu? O. Elə doğru cavab A variantı. Cümlələrin birində o əvəzliyindən sonra vergül qoyula bilər. Durğu işarəsi özləri qəsdən buraxıblar. O mənimlə 3 ildir ki, zavodda işləyir. Mənimlə burada əvəzlikdir deyən vergül qoymayacam. Nə deyir? Qoyula bilər. Sonra mən çağırdım, o eşitmədi. Feildən sonra əvvəl gələn odan və budan sonra vergül qoyulmaz. O dərnəyin üzvüdür.
Kim dərnəyin üzvüdür? O. Burada vergül qoyacağım. Sonra hansı cümlədə o əvəzindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Baxaq görək 21-də deyir ki, ada o büllur çeşməsindən nur içib feyz alarlar. O büllur çeşməsindən, hansı büllur çeşməsindən? Burada sifəti əvəz edib cümlədə təyindir, qoyulmaz. Yox, yox, o uda bilməz. Bu təhqiri, bu dərdi. Uda bilmək, bilməmək feildir. Qoyulmaz virgül. O binanın qabağında dayandı. Bir deyirəm ki, kim binanın qabağında dayandı? O, onda vergül qoyular. Bir də deyirəm ki, hansı binanın qabağında dayandı? Fərqli-fərqli binalardır. Birini göstərirəm. Yəni o binanın işarə məqsədi ilə oldu nə? C variantı. Hansı cümlədə o əvəzindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Bir baxaq görək. Deyir ki, o bu qaçışıyla özündən qaçır. Burada vergül qoyulmaz, çünki əvəzlik gəlir. O yenə də yem gətirmək üçün yuvasından aralandı. O yenə də nə? Nə yem gətirmək üçün yuvasından ayrıldı? Bu, hara çevirsəm, mütləq vergül qoyulmalıdır. Sonra o deyəsən bizi başa düşmədi. O deyəsən bizi başa düşmədi. Buradakı bunu deyəsənin özləri qəsdən pozublar. Çünki modal sözdür. Modal sözün hər iki tərəfindən vergül qoyular. O da onsuz da burada bir dənə mübtədadır. O bunu yaxşı bilirdi. Burada vergül qoyulmaz, əvəzlikdir. O nağılı çox maraqla danışırdı. Kim nağılı maraqla danışırdı? O, bir də deyirəm ki, hansı nağılı maraqla danışırdı? Oldu nə? Y variantı. 23. Hansı cümlədə o əvəzliyindən sonra mütləq vergül qoyulmalıdır? Durğu işarəsi buraxılıb. O gəmi dənizin o biri sahilinə tərəf üzürdü. O gəmi, hansı gəmi? O gəmi. Burada vergül qoyulmaz. O biri sahilinə üzürdü. Sonra o nəhayət mənimlə həmfikir olduğunu bildirdi. O nəhayət mənimlə. Burada kim? O ondan da əlavə mütləq burada qoyulmalıdır. Nəhayət mənimlə həmfikir olduğunu bildirdi. Nə modal sözdür. Elə oldu bir variantı. 24-də hansı nümunədə o əvəzindən sonra vergül işarəsindən istifadə qaydası düzgündür? O şam kimi yanırdı. Kim şam kimi yanırdı? O biri götürürük. Sonra o şam da tək yanır. O şam da tək yanır. O şam da tək yanır. Nə deyir? Hansı nümunədə o əvəzindən sonra vergül işarəsindən istifadə qaydası düzgündür? Düzgündür. Baxaq görək. O şam da tək yanır. Hansı şam? O şam. Burada qoyulmaz sifət əvəz eləyib. O bayram şamıdır. Nə bayram şamıdır? O. 1 və 3 oldu D variantı. O da şam tək yanır. Burada da bağlayıcı var deyən, ona görə vergül qoyulmaz. Hansı cümlədə o əvəzindən sonra vergül qoyula bilər? O oxuyarkən kənardan heç nə eşitmir. Feil gəlib, vergül qoyulmaz. O bizimlə meşəyə getmişdi, əvəzlik gəlib, qoyulmaz. O söhbətə çox həvəslə başladı. Kim? O, vergül burada qoyular. Çünki mübtədadır, isim əvəz edib cümlədə mübtədadır. Hansı cümlədə o əvəzliyini həm şəxs, həm də işarə əvəzliyi kimi düşünmək olar, durğu işarəsi buraxılıb. Bu arada o həm də amonim xüsusiyyət daşıyır. Həm yerinə görə şəxs əvəzliyi olur, həm də yerinə görə işarə əvəzliyi olur. Deyir ki, şəxs kimi, həm də işarə. O məktəbdə hamının sevimlisi idi. Bayaqki test kimi də vergül qoyula da bilər, qoyulmaya da bilər. Şərtini fərqli verib. Şərtini fərqli versə də onsuz da ismi əvəz edib mübtəda olanda bu şəxs əvəzli olur. Yox, sifəti əvəz edib cümlədə təyin olanda bu olur işarə əvəzliyi. İşarə əvəzliləri adətən cümlədə təyin olur. O məktəbdə hamının sevimlisi idi. Kim məktəbdə hamının sevimlisi idi? Vergülümü qoyacağım. Bir də deyirəm ki, hansı məktəbdə hamının sevimlisi idi? Onda vergül qoymayacağım. Oldu nə ilə A variantı. 27. Hansı cümlədə o və bu əvəzliyindən sonra vergül qoyulmasında səhv var? O 11-ci sinifi bu il qurtarmışdı. Kim 11-ci sinifi bu il qurtarmışdı? Bu doğrudur.
Bu ailənin mehribanlığı başqalarına da nümunədir. Hansı ailənin? Sifət əvəzi cümlədə təyinli səhv B variantı. Hansı cümlədə mübtəda vəzifəsində işlənən o əvəzliyindən sonra vergül qoyulmalıdır. O gəlib çatanda hava qaralırdı. Feildir, qoyulmaz. O ancaq sənə inanır. Ədatdır, məhdudlaşdırıcı qoyulmaz. O bir söz dedimi, heç bir zaman unutmaz. O bir söz dedimi, heç bir zaman unutmaz. Kim? O. Vergül qoyular. Sonra bir söz özündən əvvəl say gəlir. Vergül qoyular. Sonra hansı cümlədə mübtəda vəzifəsində işlənən bu əvəzindən sonra vergül qoyulmalıdır. Bu yalnız qonaqlar üçün hazırlanıb bu ədatdır. O indi çox yaxşı oxuyur. Kim indi yaxşı oxuyur? Bu. Elə nə olacaq? 29-da B özündən sonra da zərf gəlib vergülümü qoyacağım. Sonra cümlələrin birində o əvəzindən sonra vergül qoyula da bilər, durğu işarəsi buraxılıb. O artıq bizi çox narahat edir, ədatdır. O meşəyə doğru qaçırdı. Kim meşəyə doğru qaçırdı? Qaçırdı o. Bir də bunu bir başqa cürdə demək olar. Hansı meşəyə doğru qaçırdı? O. Sonra durğu işarəsinin səhv işləndiyi cümlələri müəyyən edir. Bu keçmiş sədirdir. Lap dilənçi kökündədir ki. Deməli 31-də olacaq bu. Kim keçmiş sədirdir? Özündən sonra feili sifət gəlib. Baxın. Feili sifət gəldiyinə görə feili sifətdən öncə o bu gələndə düzgün qoyulur vergül. Sonra bu zalım fələk onların başına nə gətirdi ana? Hansı zalım fələk bu? Sonra bu dildədir. 100 abidə, 1000 abidə hansı dildədir? Vergül qoyulmaz, səhvdir. Bir də baxaq. Bu axı nə müsibətdir? Bizim başımıza gəldi. Hansı nə deyək. Bu axı nə müsibətdir? Nə müsibətdir? Bizim başımıza gəldi. Burada vergül qoyulmaz. Niyə? Özündən sonra ədat gəlib. Sual ədatı. Oldu nə? 2, 3 və 4. Durğu işarəsinin səhv işləndiyi misraları müəyyən edin. Dəxi kim qaldı? Xudaya bu vilayətdə mənə. Bu vilayətdə, hansı vilayətdə? Elə bu səhvdir. Çünki sifət əvəzi cümlədə təyindir. Sonra gəldi. O həsrətlə baxdı körpəyə. Kim o? Bu doğrudur. Çəkdi o yerlərə, çəmən, çay məni. O yerlərə, hansı yerlərə? Vergül səhvdir. Burada sifət əvəz edib. O torpaq istədi, səndən bir qarış. Kim o? Bu da doğrudur. Bir də ovçu insaf elə, keçmə bu düzdən, hansı düzdən? Oldu nə? 5-də, 32-də oldu. 1, 3, bir də 5. Baxım görmə, unutduğum birdən nəysə ola bilər. Hamısının izahını verdim. Keçdik indi əvəzliyin cümlədə roluna. Birinci testdə nə deyir? Deyir, işarə əvəzliklərinin əsas funksiyası nədir? Bayaqlarım qeyd elədim. O, bu, elə, belə, həmin cümlədə sifət əvəzlib təyin vəzifəsində olur. Cümlələrdə hansında qeyri-müəyyən əvəzlik mübtəda vəzifəsində? Mübtəda vəzifəsindədir. Sənə dost desəm, dilim qurusun. Burada şəxs əvəzliyidir. Onu dilədikcə keçmiş günlər gözlərim önünə gəlirdi. Onu dilədikcə, burada onu dilədikcə tamamlıq vəzifəsində qeyri-müəyyən əvəzlik var, əvəzlik, amma mübtəda vəzifəsində deyil. Sənə deyəcək sözlərim çoxdur. Şəxs əvəzliyidir. Elələrinin dərsi vaxtında verilməlidir. İşarə əvəzliyidir. Sonra bəziləri bu işin məsuliyyətini dərk etmirlər. Kim? Bəzidən bəziləri. İsmin xüsusiyyətini götürüb cümlədə olub nə? Mübtəda vəzifəsində. Hansı cümlədə əvəzlik təyin vəzifəsindədir? Təyin vəzifəsindədir. Baxaq. Mənim fikrimə hamı şərik çıxdı. Nə etdi? Şərik çıxdı. Kim? Hamı. Mübtəda vəzifəsində mənim fikrimə nəyə? Burada üçüncü növ təyini söz birləşməsinin tərkibində də şəxs əvəzliyi. Burada isə hamı qeyri-müəyyən əvəzlikdir.
Həmin günləri unuda bilmirəm. Hansı günləri unuda bilmirəm? Oldu nə ilə B variantı 3-də. Sonra 4-ə baxırıq. Deyir, əvəzlik hansı cümlədə, əvəzlik hansı cümlə üzvü vəzifəsində işlənmişdir? Bütün tələbələr imtahana yaxşı hazırlaşırlar. Nə ediblər? Hazırlaşıblar. Kim? Tələbələr. Hansı tələbələr? Bütün. Sifət əvəz edib cümlədə təyin vəzifəsindədir. Çünki təyin əvəzlikdir. Sonra biri hal şəkilçisi qəbul edərək cümlədə yer zərfliyi ola bilər. Yer zərfliyi ola bilər. Hər kəs nə deyir? Biri hal şəkilçisi qəbul edə bilər. Aha, elə buradan olacaq. Çünki biz və siz sözü ismin yönlük hal şəkilçisini götürərək adətən yerinə görə zərfli olur. Məsələn, həm tamamlıq, həm də zərfli olur. Məsələn, deyirəm ki, məsələn, bizə gələcək, haraya gələcək. Oldu nə? Yer zərfliyi. Biri hal şəkilçisi qəbul edərək cümlədə yer zərfi vəzifəsində olur. Elədiyi bayaq dediyim kimi, bir də siz. Sizə gələcək, haraya gələcək. Sonra biri hal şəkilçisi qəbul edərək cümlədə yer zərfi olur. Yer zərfi olur. Yer zərfi olur. Məsələn, onlara gedəcək, haraya gedəcək? Oldu nə? Y variantı. Nümunələrdən birində işarə əvəzliyi ismi əvəz edir. İsmi əvəz edib mübtədadır. İşarə əvəzliyi. Bu hisslər onu rahat buraxmırdı. Hansı hisslər? Var işarə əvəzliyi budur. Amma ki, nəyi əvəz edib? Sifəti əvəz edib cümlədə təyindir. Bu məhz xalqın azadlığa çağırış səsidir. Bu məhz azadlığa çağırış səsidir. Nə? Bu. İsim əvəz edib cümlədə mübtədadır. Oldu B. O, bu əvəzliklərinin təyin vəzifəsində işləndiyi cümlənin müəyyən edir. Bir ömür kitabımdır. Bir ömür kitabımdır. Nə ömür kitabımdır? Təyin vəzifəsində deyil, mübtəda vəzifəsindədir. O cənnətin irmaqları Allah deyir. Hansı cənnətin irmaqları Allah deyir? 2. Sonra o sənlə açıq danışmalıdır. Kim? O. Demə o dostumdur, bu düşmənimdir. O dostum. Kim dostumdur, kim düşmənimdir? O və bu. Bu oğlan sizi görmək istəyir. Hansı oğlan? Bu oğlan. Oldu nə? 2 və 5. Sonra belə sözü hansı cümlədə əvəzlik deyil. Çünki belə anonim xüsusiyyəti daşıyır. Belə həm ədatdır, həm də işarə əvəzliyi. Onun iş qaydası belədir. Necədir? Burada sifəti əvəz edib, cümlədə xəbər vəzifəsindədir, özü də ismi xəbər. Belə hadisələrə az təsadüf olunur. Necə hadisələrə? Burada sifəti əvəz edib, cümlədə təyindir. Burada xəbərdir, burada təyindir. Belə etsən, peşman olmarsan. Belə etsən, peşman olmarsan, necə etsən, nə tərzdə etsən. Burada zərfi əvəz edib cümlədə zərflikdir. Özünü belə fitnəkarlardan qoru. Necə fitnəkarlardan? Sifəti əvəz edib cümlədə təyindir. Dostları belə ona salam vermirdi. Dostları belə ona salam vermirdi. Buradakı ədatdır. Oldu nə? Y variantı. Elə sözü hansı cümlədə əvəzlikdir? Belə kimi elə də həmçinin həm də ədat olur cümlədə. Elə insanlara ehtiyacımız çoxdur. Necə insanlara ehtiyacımız çoxdur? Elə insanlara oldu nə? A variantı. 12-də hansı cümlədə işarə əvəzliyi təyin vəzifəsindədir? Həmin kitab çox maraqlıdır. Hansı kitab? Oldu A variantı. Birində o əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Avtomatik heç aya baxmayacağım. Niyə? Çünki özündən sonra o heç dumanlı dağları, aranı gəzməmişdi. Buradakı bu ədatdır. Vergül qoyulmaz. Əvvəllər günlara o qədər də inanmadım. Nə qədər? O qədər. Bu bütövlükdə götürülür. Nə qədər? Miqdar zərfidir. Kəmiyyət zərfliyidir daha doğrusu. Yuxusunda da o meşələri, dağları görürdü. Meşələr o, kim meşələri və dağları görürdü? Elə burada olacaq C variantı.
Birində o əvəzindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Mən o qızı axtarırdım. Hansı qızı? O qızı. Hara çevirsəm olacaq sifət əvəz edib təyin. O gözəl qızı tanıyıram. Hansı gözəl qızı təyindir? O yerlərin mənzərəsi ürəkaçandır. Hansı yerlərin? Şəkillərdə o doğma yerlərin mənzərəsinə həsrətlə tamaşa edirdi. Hansı doğma yerlərin? O bir də kim doğma yerlərin mənzərəsinə həsrətlə tamaşa edirdi? O. Oldu D variantı. 15-də deyir ki, nümunədəki əvəzlər haqqında fikirlərdən hansı yanlışdır? Özünü bilməyən bilməz kimsəni. Əyriyə əyilməz, düzə əyilməz. Şahidim, vəkilim, hakimim mən. Qaçmaq mümkündürmü bu məmləkətdən? Bəxtiyar Vahabzadə. Deyir ki, burada əvəzliklər yanlış olan deyir. Əvəzliklərdən biri həm mənsubiyyət, həm də hal şəkilçisi qəbul etmişdir. Özünü bilməyən bilməz kimsəni. Elə bax budur. Özdən onun özü, mənsubiyyət özünü təsirlik. Bu doğrudur. Əvəzliklərin hamısı ismi əvəz etmişdir. Bir baxaq görək. Özünü bilməyən bilməz kimsəni. Kimi özünü, kimsəni kimi ismi əvəz edib. Əyrini əyrə bilməz, düzə əyilməz. Şahidim, vəkilim, hakimim, mən, kim. Bu da isim əvəz edib şəxs əvəzliyi olaraq. Qaçmaq mümkündürmü bu məmləkətdən? Hansı məmləkətdən? Sifəti əvəz edib cümlədə təyindir. Səhv olan variant B variantıdır. Əvəzliklərin biri yalnız bir cümlə üzvü kimi işlənə bilər. Əvəzliklərdən biri yalnız bir cümlə üzvü hər. Necə? Necə həm zərf, həm də sifət ola bilər. Nə qədər? Həm zərf, həm də say kimi ola bilər. Hara həm zərf, həm də mübtəda ola bilər. Bu yerinə görə mübtəda da ola bilər, təyin də ola bilər. Elə burada bir dənə təyin əvəzləyən olan A variantıdır ki, ancaq bir cümlə üzvü olur, o da təyin. Sonra gəldik 17-də mənsubiyyət və hal şəkilçili qeyri-müəyyən əvəzliyin işləndiyi nümunəni müəyyən edin. Hərənizin qapısında 5-6 inək, 10-15 qoyun var. Deyir ki, həm mənsubiyyət, həm də hal şəkilçisi qəbul etmiş, qeyri-müəyyən. Hərəniz, sizin hərəniz, hərənizin. Burada bu mənsubiyyətdir, bu isə haldır. Çünki 3-cü növ təyini söz birləşməsinin aslı tərəfidir. Həm də qeyri-müəyyən əvəzlikdir. 1. Sonra onların xəbərini kimsədən ala bilmədik. Kimsə var burada. Kimsədən bir dənə hal şəkilçisi var. Onlar da şəxs əvəzliyidir. Hər kəs gələcək taleyini özü müəyyən etməlidir. Hər kəs var, adlı xaldadır. Bir də özdə təyin əvəzlikdir. Sonra bəzilərinin danışmağa mənəvi haqqı yoxdur. Onların bəziləri mənsubiyyət, bəzilərinin oldu nə? 4. Həm hal, həm mənsubiyyət. Bir də hamımızdan iş tələb olunur. Bizim hamımız mənsubiyyət, damda çıxışlı hal şəkilçisi oldu nə? 1, 4, 5. 18-ə bax, deyir, hansı cümlədə əvəzliyi həm tamamlıq, həm də zərflik kimi düşünmək olar. Bir baxaq görək. Deyir ki, yaxşı xidmətə görə onlardan razı qaldıq. Kimdən razı qaldıq? Buradan tamamlıqdır, hara çevirsəm. Onlara xəbər verin ki, gecikməsinlər. Kimə? Onlara. Burada da tamamlıq vəzifəsindədir. Bu kitablardan səndə varmı? Kimdə? Səndə. Bir də deyirəm, gündə bizə ərzaq gətirərdi. Kimə ərzaq gətirərdi? Bizə. Bir də deyirəm ki, haraya ərzaq gətirərdilər? Kimə ərzaq gətirərdilər? Bizə. Bir də deyirəm ki, haraya ərzaq gətirərdilər? Oldu nə? Elə D variantı. Hansı cümlədə qeyri-müəyyən əvəzlik mübtəda vəzifəsində işlənmişdir? Kimsə burada açıq danışmaqdan çəkinməsin. Kim? Kimsə. 1-1 qeyri-müəyyən əvəzlikdə özdə düzəltmədir. Düzəltmək qeyri-müəyyən əvəzlikdir. 1, 19-da. Sonra hər kəsi dindirsən, sənə Koroğludan danışacaq. Kimi dindirsən var, burada tamamlıqdır. Heç kəs unudulmur, heç nə yaddan çıxmır. Yaddan çıxmır, nə, heç nə. Unudulmur, nə, heç kəs. Oldu nə, 1, 3. Sonra
Heç kimi bu hadisəyə görə heç kimi bu hadisəyə görə günahlandırmadılar. Kimi, heç kimi burada tamamlıqdır. Hərə közü öz qabağına çəkir. Kim közü öz qabağına çəkir? Hərə. Oldu nə? 1, 3 və 5. Bir də neçə gündür ki, birinin yolunu gözləyirəm. Birinin yolunu ismi birləşmənin tərkibindədir. Var əvəzli, amma ismi birləşmənin tərkibinin aslı tərəfini təşkil edir. Oldu nə? 1, 3, 5. Hansı cümlədə o və bu əvəzlikləri təyin vəzifəsində işlənmişdir? Təyin vəzifəsində onu idmana həvəsləndirdi. Kimi idmana həvəsləndirdi? Onu. Burada tamamlıqdır. Təyin olsun. O kədərli illər arxada qaldı. Baba, hansı kədərli illər? Sifət əvəz ev cümlədə təyindir və vergül qoyulmaz. O səninlə açıq söhbət etməlidir. Kim səninlə açıq söhbət etməlidir? İsmi əvəz edib cümlədə mübtədadır. Amma vergül qoyulmaz, çünki özündən sonra əvəzlik gəlir. O, demə, o dostumdur, bu düşmənimdir. Kim dostumdur, kim düşmənimdir? O, vergül qoyular, amma mübtədadır bu. Sonra gəldi, bu vətən kimindir? Hansı vətən? Bu vətən. Oldu nə? 1 də 5. O insanı unutmaq mümkündürmü? Deyir ki, o bu təyin vəzifəsində işlənməlidir. Baxın görüm, o insanı unutmaq mümkündürmü? Hansı insanı unutmaq mümkündürmü? Kim insanı unutmaq mümkün? O insanı unutmaq mümkündürmü? Vergül qoyulacaq, vergül qoyulmayacaq. Kim insanı unutmaq mümkündürmü? Elə bir də budur da, o bu əvəzliyi təyin vəzifə. Hansı insanı unutmaq mümkündürmü? O insanı unutmaq mümkündürmü? Hə, burada bunu təksini götürə bilmərəm. Mümkündürmü? Nə? O insanı unutmaq. Məsdər tərkibinin içərisindədir, məsdər tərkibinin içinə də girmək olmaz. Təyin vəzifəsindədir, amma tərkibin içərisindədir. Yəni, tərkibin daxil eləmək olmaz. Bütövlükdə cümlənin mübtədasıdır. Oldu nə? 2 ilə 5. Nümunələrdən işlənmiş əvəzliklərə əsasən eydər Venn diaqramına aid uyğun fikri göstər. Sənsiz necə dözüm qəmə möhnətə, özümü öldürürəm, düşsən qürbətə. Getdik 21-də. Deyir ki, zərfi əvəz etmişdir. Sənsiz necə dözüm qəmə möhnətə. Necə dözüm, nə tərzdə dözüm, bu zərfdir. Zərf əvəz edib cümlədə. Bura getdi. Sonra mənsubiyə şəkilçiliyi qəbul edib. Mənim özüm. Sonra quruluşuna görə sadədir. Quruluşuna görə sadədir. Hər ikisi. Özüm də, necə də, hər ikisi də sadədir. Hallanmışdır. Hallanmışdır. Baxın görüm, necə sadədir, hallanmış. Mənim özüm özümü təsirlikdədir, bəli. Hallanıb, bu da gedir bura. Şəxs əvəzliyidir. Şəxs əvəzliyidir, bu isə heç birinə getmir. 1-ə getdi A, 2-yə B, D, 3-ə C. Sonra uyğunluğu müəyyən edin. Belə test olanda heç işləmək istəmirəm. 2 tərəfli qalır. Gəl bunu işlə. Uyğunluğu müəyyənləşdir. Müəyyənləşdirək də. Qeyri-müəyyən əvəzlik mübtəda vəzifəsində işlənmişdir. Qeyri-müəyyən əvəzlik tamamlıq vəzifəsində işlənmişdir. Deməli, bir dəfə mübtəda, bir dəfə tamamlıq. Getdik. Qeyri-müəyyən əvəzlik xəbər vəzifəsində. Birində xəbər olsun, birində mübtəda, birində də tamamlıq. Getdik. Baxaq. Kiməsə minnət qoymaq artıq işdir. İşdir. Nə? Minnət qoymaq. Kiməsə minnət qoymaq. Var burada qeyri-müəyyən əvəzlik, amma var qeyri-müəyyən əvəzlik, amma ki, məsdər tərkibinin içərisində, məsdər tərkibində tərkib parçalaya bilmərəm. Bu heç birinə getmir. Bu işdən heç kimi günahlandırmıram. Nə etmirəm? Günahlandırmıram. Kimi? Heç kimi. Tamamlıq vəzifəsindədir. Tamamlıq olduğuna görə mən atdım bu C-ni, B-ni bura. Yəqin ki. Qarşılamağa heç kim gəlməmişdi. Çox narahat idi. Kim gəlməmiş? Nə etməmişdi? Gəlməmişdi. Kim?
Heç kim. Mübtəda vəzifəsindədir. Bu da gedir bura. Sonra məsələnin əsas mahiyyəti budur. Budur nədir? Bu təyin əvəzlikdir. Cümlədə xəbərdir. Xəbər funksiyasındadır. Qeyri-müəyyən əvəzlik deyil. Bunlar sənin üçün heç nədir, heç nədir. Oldu nə xəbər vəzifəsində? 1-ə oldu, baxaq. 1-ə oldu C, 2 oldu B, 3 oldu E variantı.